Üz dərisi quru, yağlı və normal olan şəxslər üçün bu gün üzdə qətiyyən yağlılıq hissi buraxmayan, sanaq yaratmayan və dərinizi dərindən nəmləndirən bitki tərkibli məhsullardan danışacağam. Bugün haqqında danışacağım nəmləndirici məhsullar mənim də ən çox sevdiyim markalardan biri olan Ivraşenin Hidra Vegetal seriyasına aiddir. Ivraşenin məhsulları bilirsiniz ki, Fransada istehsal olunur. Hidra Vegetal sözü isə fransız dilində bitki tərkibli nəmləndirmə deməkdir. Quru, normal yaxud da ki, qarışıq bir dəriyə sahib olmağınız fərq eləmir. Bu məhsullar bütün dəri tiplərinə aiddir. Məhsulların 95%-i təbii tərkiblidir və içərisində bitki mənşəli aktiv maddələr və özəlliklə də edulis bitkisinin ekstratı var. Bu bitki özündə uzun müddət suyu saxladığı üçün məhsulların içərisində istifadə olunan ekstratı dərinizdə nəmi və canlılığı uzun müddət saxlaya bilir. Hidra Vegetal seriyasına aid olan 2 üz kremindən başlamaq istəyirəm öncə. Birinci kremimiz krem teksturalı bir məhsuldur, digər kremimiz isə gel teksturaya aiddir. Hər iki məhsul 48 saat müddətində nəmi özündə saxlayır, dərimizi canlandırır, təravətləndirir. İstifadə qaydası isə səhər və axşam fındıq ölçüsündə əlimizə alırıq, göz ətrafımız istisna olmaqla üzümüzə və boynumuza tətbiq edirik. Lakin dəriniz həddindən artıq qurudursa, bu zaman sizə Hidra Vegetal seriyasına aid olan dəri nəmləndirmə kremi tövsiyə edə bilərəm. Bu krem 100 saat müddətində dərimizdə nəmi saxlayır, dərimizi canlandırır, təravətləndirir və bir aylıq istifadədən sonra hətta dərimizdə incə qırışların açılmasına belə səbəb olur. İstifadə qaydası isə digər kremlərimizdə olduğu kimi səhər və axşam göz ətrafı istisna olmaqla üz dərinizə və boyun hissənizə tətbiq edə bilərsiniz. Digər tövsiyə edəcəyim krem Hidra Vegetal seriyasına aid olan gözaltı kremdir. Bu krem gel teksturaya aiddir və digər məhsullar kimi 95%-i təbii tərkiblidir. Göz altınızda torbalanma, qırış və qaralmalar varsa, deməli siz göz altınızı yaxşı nəmləndirmirsiniz. Bu cür nəmləndirici vasitələrlə siz göz altınızdakı bu problemlərdən də xilas ola bilərsiniz. Digər nəmləndirici məhsulumuz isə Hidra Vegetal seriyasına aid olan serumumuzdur. Bu serumumuz 100 saat müddətində dərimizdə nəmi özündə saxlayır, dərimizi canlı və təravətli edir. Bir aylıq istifadədən sonra isə dərinizdəki incə qırışları da açıb, dərinizi daha təravətli və dolğun edir. Maskalarımızı isə unutmayaq. Özəlliklə üz dərisi quru olan xanımlar minimum həftədə 1-2 dəfə üz dərisinə nəmləndirici maskalar tətbiq eləməlidir. Bu baxımdan Hidra Vegetal seriyasının bu nəmləndirmə maskası sizin üz dərinizdəki quruluq problemini aradan qaldıracaq. Bu maska üzünüzü nəmləndirir, dərinizdəki incə qırışları açır və dərinizin pH balansını tənzimləyir. Maskanı həftədə 1-2 dəfə təmiz üz dərinizə tətbiq eləyin, 5 dəqiqə müddətində saxlayın və pambıq disklə üzünüzdən çıxarın. Ümumiyyətlə quru bir dəriyə sahibsinizsə, bu cür nəmləndirici vasitələrlə yanaşı siz daxildən də dərinizə dəstək olmalısınız. İçdiyiniz çay və kofe istisna olmaqla gün ərzində minimum 2 litr su için. Özünüzə yaxşı baxın, sağlam və gözəl qalın.